Hayatta ben 3 tane şey seviyorum. 3 tane şey için ben hayatta ölürüm. Pul, yine de pul. Peki, pulun təkcə mi? Evet. Hamı pulu xoşlayır da. Ben pulu hamıdan çok seviyorum. Özündən də. Bəli. Amma onu bil ki, pulda heç nəyə hər bir şey həll Her eləmir. şeyi de həll ediyorum. Yo, sevgili, xoşbəxtliyi elə var, həll eləmir. Ben pulla... Səhv danışır uşaqlar, Ben Allah səhvdə haqqı. danışmıram. Sizə xahiş edirəm. Həyat Pul xoşbəxtliyi çox vaxt həll eləmir. xoşbəxtlikdir pul. Pul xoşbəxtlikdir. Gero ben bir sürü... Deyir, nə yazıb Tücan xanım? Düşün, qardaş pulun var, canın sağlam deyil, sevin. Ben hep bu canım sağlam da o. Ben canım tırt kimi yiyəm. Benim pulum yoktu, aşam. Analiz vermirsən? Bəli, tırt kimi yiyəm. Hər şeydən? Hər bir şeylə Sizdən? deyir. Hər şeylə deyir. Deyir, tırt kimisən. Ama pulum yoktu. Nasırıyla bozulur, pulum yoktu, nasırıyla bozulur. Çok narahat, özüm çok narahat istəyirəm. Evlənince arvadın deyeceği bana bir Donald, Fırladasını bir gün Niyə fırladım? Geyim xalat, qırmızı xalat alıb giyindirəcəm elə. Nağıl bir kırmızısını giyindirirsən. Bir gün kırmızısını Mavi də giyindirəcəm. Sarısını istəyəcəm, mavisini istəyəcəm. Xalat geçən 18 manatdan ha? Qırmızı xalatlar doldu Öyle 15. bir xalat giyinəcək. Belə giyinsin, da evdə arvad xalat giyinirdin ha? Yox. Mənim evim işim nə gündə idi, işdirsən? Bax, Allah and olsun nə gündə idi. Mən indi tutaq ki, qazandım da, evim eşiyimi düzəltdim, indi söz deyirəm. Mən elə bir o günləri istəyərdim, o evim eşiyimi, sıvaxlı günlər. Dağırına. Xoşbəxtlik, mən nənəm zat var idi, gedirdim İki qardaşım. məsəlin kuxuna da yemək pişirə bilmirəm. Olsun, əslin cavan adam idi, olsun mən. Əlbət cavan adam idin, hə, cavan. Yo, niyə nənəmcə qardaşımca gedirdi, niyə xoşbəxtlik? Əşi orası hə, yaman burada. Yo, mən elə görmüşəm. Nə olsun, nə titriyirdin? Sağ heç kim lazımdır. Sən şey ayağı üstündə durmuş, bütün həyatını qurmuş, bütün hər şeyini eləmiş bir adamsın. Sağ dayınla belə heç nə lazımdır. Sağ ilə belə bizə nə lazımdır? Yaxşı halal süd əmmiş, qıryetli, namuslu bir qadın lazım ki, evlənəsə balaların olsun. Da sağ ailəlikdən keçirsin hər şey. Sən özün bir ailə bacısısın. Niyə?